İnsan daimi düşünməlidir, fikirləşməlidir ki, Allah Teala onu insanların içərisindən seçib ona iman bəxş edib. Əslində insanın bunu düşünməsi onun imanının daha da artmasına, daha da imanını qorumasına səbəbdir. Nə qədər insanlar var ki, Allahın varlığını inkar edir, Allahı qəbul etmir. Onun göndərdiyi peyğəmbəri qəbul etmir. Allahı qəbul etsə belə peyğəmbərini qəbul etmir. Yəni eyni hökmdədir, hökm etibarilə. Yəni ona görə insan düşünməlidir ki, ona bəxş olunan iman əvəzsiz bir nemətdir. İnsan əgər imansız halda yaşayarsa, o həqiqi həyatını itirmiş olar. Həqiqi həyat insan üçün Allaha yəqinliklə, sidqlə iman gətirilən həyatdır. Yəni o şəxs ki, əgər Allaha qəlbən, sadiq şəkildə iman gətiribsə, o həqiqi həyatı dərk etmişdir. Fikir verin, həqiqi həyat da nədir əziz qardaşlar? Həqiqi həyat, aləmlərin Rəbbi olan Allah, göyləri və yeri xəlq edən, insanları yaradan Allaha səmimi qəlbdən iman gətirməkdir. Onun çağırışına, onun buyurduqlarına qarşılıq verməkdir, cavab verməkdir. Və həmçinin onun peyğəmbərinin çağırışına cavab verməkdir.